Herkese salam. Bugün birlikte Qubiyə gedirik. Onu da deyim ki, ilk dəfədir qışda Qubiyə gedirik. Hava da biraz tutqundur. Görək bizi nələr gözləyir. Dedim sizinlə də paylaşacağım. Bir dənə vlog çəkeyim. Görək Qubada bizi nələr gözləyəcək. Biz ödənişli yolla gedirik. İndi qabaqda ödəniş eləyəcəyik. Birinci dəfə ödənişli yolla gedirik. Qubiyə çatmışıq. Bizim qalacağımız yer Qətirəşdədir. Qətirəşə gedirik. Hava onu deyim ki, çox pisdir. Yəni, inşallah ki, sonraki sabah normal olar. Gəldik, çatdıq. Evimiz də budur. Evimizin gözəlliyinə baxın. Nə qəşəng görünür. Nəhayət gəldik, çatdıq. Evimiz o qədər qəşəngdir. İstəyirəm sizə evimizi göstərim. Gəlin qaldığımız evə baxaq bir yerdə. Hamam yeridir, belə göstərim. Sonra burada bir dənə də otaq var. 2 nəfərlik, 4 nəfər, 5 nəfər bu evdə qayət rahat qalmaq olar. Bu otaqda da ütü stolu, şkaf, güzgü, 2 dənə kravat. Çox qəşəng görünür, həqiqətən superdir. Göstərim sizə, super. Burada da belə tablo var. Gəlin baxaq, sonra burada belə balacaq mini kuxna düzəldiblər, bar kimi bir şey. Burada bizə qoyublar su, çaşqalar. Mənim özüm də özümüzə çaşqa gətirmişəm. Kofe, çay. Bu, əslində bunlar çox yerdə olmur, amma mənim üçün önəmli şeylərdir. Ən azından bu kofe ilə çay, sağ olsunlar onu qoyublar. Sonra gəlin evin əzinə baxaq. Görün nə gözəldir, nə qəşəngdir. Baxın, burada qəşəng belə 4 nəfərlik stol var. Stol. Burada belə əyləncək. Ən sevdiyim isə evin bu mənzərəsi oldu. Superdir, yəni. Buradan da qapını açmaq olar. Oy, gücüm çatmadı açmağa. Açıb belə ora balkona çıxmaq olar. Hava indi yağışlıdır, amma günəşli havada balkonda da qəşəng stol çıxarıb oturub çay içmək olar. Burada da belə stol dediyim divan kreslo var. Lüstrəni göstərim. Orada ikinci mərtəbə yataq otağıdır. Burada da belə balaca şkaf var. Burada balaca soyuducu var. Buradan da pilləkənlərlə qalxırıq. İkinci mərtəbəyə. Burada da yataq otağı var. Çox qəşəngdir. Yine bunun da super mənzərəsi var. Göstərim sizə. Mənzərəndə. Super. Çox sevdim, bayıldım. Qapı açılır. Bu da ikinci mərtəbədən mənzərə. Görün nə gözəldir. Super. Evə yerləşdik, gəldik yemək yeməyə. Görək yeməklər necədir. Biz Aynurun ilə öz restoranında eləmişik, oturmuşuq. Görək yeməklər necə olar sizdə. Restoranı da göstərim sizə içini. Qəşəng yeməyimizi yedik, indi də gedirik evdə dincəlməyə. Qəşəng yatıb durmuşuq. Bir dənə evin sizə axşamını göstərim. Görün işıqları nə qəşəngdir. İndi də düşünürük ki, samovar gətirdək. Görək gətirəcəklərimiz samovar. Bizi ziyarətə pişik gəlib. Evə çay dəzgahı zakaz elədik. Gəlin görək dəzgahda nələr var. Çay dəzgahında var deməli 2 dənə künefe, bağlı tort. Bunu özümüz qoyduq. Sonra burada var şəkər. Bu da meyvə salatıdır. 2 dənə çay. Televizora baxacağıq indi. Qubada ikinci günümüzdən hər kəsə salamlar. Səhər durdum, makyajımı elədim. İndi səhər yeməyinə gedəcəyik. Saat 11-ə kimidir səhər yeməyi. Otelin özünə daxildir, yəni qiyməti daxildir. Gedək görək səhər yeməyi necədir. Bugün qar yağıb bura. Gedirik səhər yeməyimizi yeməyə. Gedək görək səhər yeməyində nələr var. Görün nə gözəl görünür. Bu da səhər yeməyimiz. Otelə daxildir, yəni otel məbləğinə. Normaldır, yəni o qədər var da deyil. Pis də deyil, ortadır yəni məncə. Səhər yeməyimizi yedik. Halıma baxın, soyuq. İndi gedirik əlcək almağa, əlcək axtarmağa. Əlcəksiz gəlmişik.
Şaxta düzəltmək istəyirik. Həm də hava çox soyuqdur, adamın əlini kəsir. Yəni əlcəksiz çöldə durmaq olmur. İnşallah ki, əlcək tapa bilərik. Gedək görək. Hardan tapırıq, nə indik. Əlcək aldım, axır ki, yəni günümüzə, saatımıza baxın. Əlcək gəzirik burada. Sola dön. Amma şirin əlcək. Daha indi düzün deyək gerək. Şaxta baba düzəltmişik. Əyləncəli zaman keçirdik. Qəşəng dedik, güldük, əyləndik. Burada ikinci günümüzdür. Qar yağır deyə çox bir yerə gedəmədik. Getdik, bir dənə əlcək aldıq, gəldik. Amma deyim ki, çox qəşəng istirahət elədik. Yəni gəzmədik, istirahət olaraq istirahət elədik. Zaten buranı bir dəfə gəlib gəzmişik. Biz istirahət məqsədindən gəlmişdik indi. İndi gedib günorta yeməyimizi yeyəcəyik. Nəsə fərqli bir şey yemək istəyirəm. Fərqli bir şey yemək istəyirəm deyəndən sonra kebab yeməyim bəs. Dünən kebab yemişəm, bugün kebab istəmirəm. Deyirəm, nəsə fərqli bir şey yeyim. Amma hələ aclığım yoxdur. Deyirəm, gedək biraz gəzək. Qarın dadını çıxaraq. Çünki neçə ildir belə qar görmürəm mən. Çıxmışıq gəzməyə. Evdə oturduq, sıxıldıq. Dedik gəzək, biraz buraları görək. Amma hər yan elə palçıqdır ki, qar əriyir, hər tərəf palçıq olur. Gəzməyə olmur. Ay, yoruldum. Buranın havası çox təmizdir, nə desə, biraz gəzən kimi şey oluram. Tənqi nəfəs oldu. İndi gəzəndən sonra yemək gedəcəyik. Bu da göstərmişsə buraları. Elə qutab satırlar orada da. Elə yolun qırağında çoxlu qutablar satırlar. Belə. Qəşəng gəzdik, gəldik. İndi yemək yeyəcəyik. Biz Aynurda qalırıq. Elə Aynurun özündə də oturub yemək yeyirik. Normal yeməkləri, yəni bəyənirik. Amma bir şey nəzərə almaq lazımdır ki, kartla ödəniş yoxdur. Düzü bizə birinci dəfə demədilər ki, kartla ödəniş yoxdur. Biz ödəniş eləmək istəyəndə dedilər, kartla ödəniş yoxdur. Bugün gəldik, özümüz soruşduq ki, bəs kartla ödəniş eləyə bilərikmi? Dedilər ki, yox. Yəni, bəlkə də var kartla ödəniş, amma vergidən yayılmaq üçün icazə vermirlər ödəməyə. O pisdir, yəni. Gələndə gərək nağdı pula əməlli çəkib üstünüzdə gətirəsiniz. Yoxsa belə qalır adam. İndi yeməyimizi yiyəcəyik. Belə göstərim buralarda sizə. Burada restoranın içi. Belə. Yeməyimizi yedik. İkinci günümüzü də belə yola verdik. Qar oldu bugün. Sizə deyim ki, həqiqətən də insana yəni dincəlmək lazımdır. Gəzmək başqa məsələdir, dincəlmək başqa məsələdir. Məncə dincəlmək lazımdır. Biz buranı gəlib bir dəfə gəzmişik. Bu səfər sırf dincəlmək üçün gəlmişik. Yeməyimizi yedik, sonra gəldim, yatdım. İndi qalxmışam, evə samovar sifariş vermişik yenə dünənki kimi. Samovarla oturacağıq, kino açıb ona baxacağıq. Məncə insana dincəlmək lazımdır. Gəzmək də lazımdır, dincəlmək də lazımdır. Buna fərqli anlayışlardır mənim fikrimcə. Gəzmək bir yeri görmək, bütün günü gəzməkdir. Dincəlmək isə o yerdə oturub belə rahat istirahət eləməkdir. Biz buranı keçən il yox, ondan əvvəlki il gəlib qəşəng gəzmişik hər nöqtəsini. Bu səfər isə sırf dincəlmək üçün gəlmək istədik. Və qəşəng dincəldik. Həm qarın, həm yağışın tam o dadını çıxartdıq. Evin, huzurun. Mən o qədər xoşuma gəldi ki, yəni məncə insana gəzmək qədər dincəlmək də lazımdır. İndi samovar çayı zakaz eləmişik yenə evə. Samovar çayımızı gözləyirik, gəlsin görək. Bir də başqa Azərbaycanın hansı rayonlarını məsləhət görürsünüz getməyə? Hansı rayonda, hansı belə ev? Hansı otel? Ev dediyimdə otel evləri, yəni günlük evlər nəzərdə tuturam. Amma yanı yörəsində restoranı falan da olsun. Hansıları məsləhət görürsünüz, yorumlarda yazmağı unutmayın. Bugün burada artıq sonuncu günümüzdür. Gedirik səhər yeməyinə. Gedək görək nə var, nə yox. Gedirik səhər yeməyinə, amma hər yan buzdur. Yəni qar donub buza çevrilir. Necə gedəcəyik maşından heç bir fikrim yoxdur.
Gəldik səhər yeməyinə. Yanımızda da bir dənə it var. Səhər yeməyə gəldik. Hər yer o qədər sürü çəkdi ki, zorla gəzirik. Bunların restoranının mənzərəsi super qəşəng, amma səhər yeməkləri həqiqətən zəifdir. Biz keçən səfər şeydə qalmışdıq, Almabağ restoranında. Onlarda açıq büfe idi və çox fərqli çeşidlər var idi. Şirniyyatlar, sonra nə bilim, şirniyyatlar, sonra manna, süd yeməkləri və s. çox çeşidlər var idi və həqiqətən dadlı idi. Amma bunların səhər yeməyi zəifdir. Bunların evinin stili qəşəngdir. Almabağında amma evlər standart şəkildədir və çox yaxın-yaxındır. Amma bunlarda evin stili qəşəngdir, səhər yeməyi zəifdir. Səhər yeməyimizi yedik. İndi deyirik getmədən gəzək buraları. Biraz təmiz hava alaq, elə gedək. Orada da qutab satırlar. Yolun kənarlarında belə qutablar, samavar, yayda stil filan da satırlar. Belə gəzirik. Gəl bu tərəfə gedək, görək orada nələr var. Gəzdik, gəldik evə. Veşlərimizi yığacağıq və evdən çıxasıyıq. Ev elə bir şey istedi ki, üşüdüm çöldə. Və evlə sağollaşma vaxtımız gəldi, çatdı. Yavaş-yavaş veşlərimizi yığıb çıxacağıq. Evi də son dəfə sizə göstərim. Həqiqətən möhtəşəm idi. Tətili çox əyləndim, çox qəşəng dincəldim. Yaxşı ki, gəlmişik. Belə. Evdən çıxmadan bizi uğurlamağa gələn bir dənə balaca minnoş yemək tökmüşdük qabağına. Yeməyini yedi, indi oturub bizi gözləyir. Nə olmuşdu? Artıq evlə də sağollaşırıq, gedirik. Çox əyləndim, çox sevindim. Çox əyləndim, çox qəşəng gəzdim, dincəldim. Heç nə belə, burayla da sağollaşıb gedirik. Hoşça kalın. Evdən çıxdıq, amma Qubadan hələ çıxmamışıq. Qubadan çıxmadan əvvəl dedik yola göy və ət qutab alaq və çay ilə çıxaq. Gedək çayımızı içək, sonra çıxaq. Bütün maşınımız da batıb palçığa. Palçıq oldu. Tək bizim yox amma maşın görün, yer palçıqdır, bütün nə gündədir. Çay mədəniyyətimizi o qədər çox sevirəm ki, istər mürəbbəsi olsun, istər başqa şey. Çayımızı içib sonra düşəcəyik yola.